Hoş gördük hörmətli Sport Info TV izləyiciləri. Çempionlar Liqasındakı layiqli təmsilçimiz, Azərbaycanın qüruru, fəxri Qarabağ, Newcastle-a 1-6 hesabı ilə məğlub oldu. Gözləyirdikmi? Əlbəttə gözləyirdik. İngiltərə Premier Liqası ilə Azərbaycan Premier Liqası arasında yerlə göy qədər fərqin olduğunu danmağa və yaxud sübut etməyə ehtiyac yoxdur. Amma insanlarda, futbol ictimaiyyətinin bəzi nümayəndələrində, adını futbol azarkeşi qoyanlarda elə fikir formalaşır ki, sanki Qarabağ Newcastle-la başa-baş futbol oynamalıydı, Newcastle-ı məğlub etməliydi və yaxud onların dilində desək 0-2 uduzardı da, 0-3 uduzardı da. Niyə 1-6? Əzizlərim, Azərbaycan futbolu ilə İngiltərə futbolu arasında müqayisə olunmayacaq dərəcədə fərq var. Bu fərq 10, bəlkə də 15 qat artıqdır. Yəni ingilislərin ingilislərin futbolunu Azərbaycanla bizim futbolla müqayisə eləmək absurddur. Yəni lori dildə desək biz Tacikistana, Qırğızistana, nə bilim Afrikanın belə deyək, imkansız kasıb ölkələrinə necə baxırıqsa, bugün bizim futbol da, Azərbaycan futbolu da dünyanın, Avropanın gözündə elədir. Və sizi inandırım ki, əksər futbolçular var, əksər klublar var ki, Azərbaycan adlı ölkəni tanımır, nəinki futbolumuz. Yəni futbol haqda təəssüratları 0 dərəcəsindədir. Amma Qarabağ sağ olsun, həmin mifi qırmağı bacarıb, qırmağa çalışır və Azərbaycanda da futbolun olduğunu sübut etməkdədir. Galatasaray ilə müqayisə edirlər Qarabağı ki, bir gün əvvəl Galatasaray öz meydanında Juventusu 5-2 hesabı ilə məğlub etdi. Qarabağ niyə bunu bacarmasın? Unutmayaq, Galatasaray 2000-ci ildə UEFA kubokunu qazananda, dünyaya səs salanda, bizim Azərbaycan klubları yadımdadır, Kəpəz həmin illərdə Antalya Spora 5-0 uduzurdu. Təriflədiyimiz, flaqmanımız dediyimiz, ölkənin ən köklü klubu olan Neftçi bir mərhələ keçəndə sevinirdi. Yəni bunu deməklə Neftçini, Kəpəzi aşağılamaq fikrim yoxdur, qətiyyən. Sadəcə Azərbaycan futbolunun real mənzərəsini, həmin dönəmdə olan mənzərəsini xatırlatmağa çalışıram ki, Qarabağın özü də böyük hesablı darmadağınlar görürdü. Baxmayaraq Maccabi səddini keçmişdi, amma həmin illərdə tarixində az məğlubiyyətlər olmayıb. Yəni Qarabağın belə vəziyyətdə olması, Liverpoola 6, Newcastle-a 1-6 hesabı ilə uduzması heç də fiyasko deyil. Bugünün reallığıdır. Digər bir reallıq Qarabağın İngilis klublarına, İngiltərə klublarına qarşı oynaya bilməməsidir. Baxın, yaxın keçmişə boylanaq, Qarabağ elə böyük beşlik təmsilçiləri ilə başa-baş futbol oynayıb. Minimal hesabla uduzub, üstün hesabda üstün olduğu vəziyyətlər olub. Atletico Madridi yada salaq, Monaco oyununu xatırlayaq, Saint-Étienne qələbəsindən danışaq, Interlə başa-baş futbolu göz önünə gətirək, Roma, Fiorentina, yəni çoxdur belə oyunlar. Sadəcə bizdə ingilislərlə alınmır. Yəni Qarabağın sərgilədiyi futbol, Qarabağın oynadığı futbol ingilislər tərəfindən asanlıqla zərərsizləşdirilir və hücum futbolu, atletik futbolu hesabına bizi meydanda yox edirlər, Qarabağı meydanda yox edirlər. Bunu Chelsea də göstərib, Tottenham da göstərib, Arsenal da göstərib, Liverpool, Newcastle, yəni mümkün deyil onlara qarşı oynamaq. Bugün Azərbaycan Premier Liqası, yəni Azərbaycan futbolu deyək, millilərimizin səviyyəsindən danışaq, Qubadakı ot örtüyündən danışaq, azarkeşlərin oyuna, daxili yarışlara gəlməməsindən danışaq, bir çox faktlar var ki, biz bugün ingilislərdən açıq-aşkar geri qalırıq. Yəni İngiltərədə Premier Liqadırsa, bizdə onlara yaxın düşəcək, yəni bizdə çempionatın adı Premier Liga ola bilər, amma ingilislərin futboluna, çempionatına, peşəkarlığına yaxın düşə bilmərik. Biz hələ oturub gecə gündüz şükür eləməliyik ki, nə yaxşı Qarabağ
Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı. Mən hələ play-offdan çıxmağı demirəm. Liqa mərhələsinə vəsiqə qazanmasının özü belə, inandırım sizi, Azərbaycan səviyyəsini aşır. Yəni, biz bugün heç Macaristan səviyyəsində deyilik futbol olaraq. Polşa səviyyəsində deyilik. Rumunlar bizi üstələyir. Slovaklar, Sloveniya, Çexiya. Yəni, biz bunların səviyyəsi, bizim futbolumuz bunların səviyyəsində, bu ölkələrin, bu çempionatların səviyyəsində olmadığı halda Qarabağ Azərbaycan adından, Azərbaycan çempionatının adından gedib Çempionlar Liqasının liqa mərhələsində oynayır. Liqa mərhələsini aşır. Bilirsinizmi bu nə deməkdir? Bu dəhşətli bir şeydir. Yəni, bir ölkənin, təsəvvür edin, yəni dünyada tanınmayan bir Tacikistan, Qırğızistan komandası, dünyada yəni böyük ölçüdə tanınmayan, indi inkişaf mərhələsinə qədəm qoyan bir ölkənin komandası Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanır. Qarabağı məğlub, daha doğrusu bir çox tanınmış komandaları, Kopenhagen kimi, Benfica kimi komandaları məğlub edir, Chelsea ilə iç-içə oynayır və qrup səddini, liqa səddini uğurla aşır. Yəni bu həqiqətən fantastik bir göstəricidir Qarabağ üçün. Elədirsə biz nəyə gülürük? Kimə gülürük? Hansı günümüzə gülürük? Qarabağ bizim deyilmi? Yəni siz, mən, digəri deyildiyimi Qarabağı təsnifat mərhələsində dəstəkləyib, stadionunu doldurub dəstəkləyib liqa mərhələsinə yüksəlməsini arzulayan? Biz idik, siz idiniz, mən idim, digər Azərbaycanlılar idi. İndi nə olub? Nəyə gülürsünüz? Nəyə lağ edirsiniz? Nəyə şəkk edirsiniz? Niyə ələ salırsınız Qarabağı? Biz belə çətin vəziyyətdə arxasında durmalıyıq Qarabağın. Bəli, Qarabağ bugün həmin o liqa mərhələsindəki 24 demirəm, 32 komanda arasında ən yetimidir, ən yazığıdır, ən kimsəsizidir. İstər büdcə olaraq, istər şərait olaraq, istər azarkeş dəstəyi olaraq, istər oynadığı çempionatın səviyyəsi olaraq bugün Qarabağ onların içində ən boynubüküyü, ən yazığıdır. Amma o komandanın, o klubun üzərində Qarabağ adı var, qarşısında Azərbaycan adı var. Üç rəngli bayrağımız dalğalanır, himnimiz səsləndirilir və yaxud heç himnimiz səsləndirilməsə Çempionlar Liqasının himni gəlir. Ən azından Qarabağın adına biz hörmət edək. Qarabağın adının dünyada tanınmasına sevinək, onu təbliğ edək, Qarabağı alqışlayaq, Qurban Qurbanovu, onun komandasını, orada əziyyəti keçən hər şey. Yəni, mən əminəm ki, 10 il, 15 il qabaq heç kimin ağlına gəlməz ki, hansısa bir Azərbaycan komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb oradan çıxarıb play-offa yüksələcək. Newcastle azarkeşlərinin tweetlərinə baxıram, paylaşımlarına baxıram, xalqımızı tərifləyirlər, çox sağ olun deyirlər və üstəlik Qarabağın bu yerlərə gəlib çıxmasına görə təbrik edirlər, üzülməyin deyirlər, sizi də gələcəkdə yeni uğurlar gözləyir, bildirirlər. Yəni 2009-cu ildə biz Rəşad Sadıqovun bir təsadüfi qolu hesabına, onu da Allah yetirdi bizə. O qolun hesabına biz həmin qoldan ilhamlanıb yeni inkişaf mərhələsinə qədəm qoyduq. Neçə il play-offda oynadı Qarabağ, yadınıza salın. Və nə vaxt düşdü qrup mərhələsinə? Mən deyim, 2014-cü ildə ilk dəfə. Neçə il play-offda mübarizə aparandan sonra qrup mərhələsinə düşdü. Çempionlar Liqasının qrup mərhələsinə, həmin il Avropa Liqasına düşmüşdü. Çempionlar Liqasının qrupunu arzuluyurduq. O nə vaxt gəldi? 2017-ci ildə. Onu da bir xeyli gözlədik. Yenidən Avropa Liqası. Nə istəyirdik? Qarabağ Avropa Liqasının heç olmasa qrup mərhələsini açsın. Onu da bacardı. Sonra nə dedik? Yenə Çempionlar Liqası gəlsin, yenə qrupu açdıq. Yəni bunlar təsadüfən olmadı. Bunlar 16-17 illik əziyyətin bəhrəsidir və mərhələli şəkildə gəldi. Biz indi dəstək olmalıyıq. Biz Qarabağın arxasında durmalıyıq ki, gözlədiyimiz o Çempionlar Liqasının 8-də 1, 4-də 1 mərhələsi də yaxınlaşsın, gəlsin. O da mərhələli şəkildə olacaq, tədricən olacaq. Ona görə də komandamıza sahib çıxaq. Onu komandanın adı Qarabağ olmasın, Neftçi olsun, Sabah olsun, Zirə olsun, Karvan Yevlax olsun.
Bir komandamız ki Avropadadır, Avropa nəhəngləri ilə mübarizə aparır və məğlub olursa biz onu aşağılamamalıyıq. Əksinə ona sahib çıxmalıyıq. Çünki o bizimdir. O bizim canımızın bir parçasıdır. O Azərbaycanındır. Odur ki, gülməyə, ələ salmağa, şək etməyə ehtiyac yoxdur. Uğur olsun.